Cabir Babayevin ölümünə səbəb hamımız təxmin elədiyimiz avtoqəza deyildi. Cabiri öldürürlər və onu öldürən şəxs gəlir özü könüllü polisə təslim olur. Hadisə ki, noyabrın 17-si idi. Oturmuşduq evdə, günorta 12 idi. Zəng gəldi. Yəni mən özüm həmin o ailə ilə 20 il ailəvi dost olmuşam. Evinin içində olmuşuq. Ailəsini də Cabir hara lazımdı aparırdı, götürüb gəlirdi. İri qızları vardı, maşındaydılar yəni. Bir ailə olmuş. Zəng gəldi ki, pes şəhərə getmək istəyirəm, pes məni bir apararsan. Dedim ona ki, pes maşın Cabirin adındadır. Pes mən şəhərə gedilmərəm. O da yatmışdı evdə. Dorozdum onu. 17 dəqiqədən sonra zəng gəldi mənə ki, pes Cabir balnisadadır. Getdim hələ çatdım ki. Bir daha onu dedim mənə ki, ata şikayət eləmə, mənim düşmənim yoxdur. Olub halsıdır, yaxşı olar. Bir daha onu dedi ki, yaşamaq istəyirəm. Saat yarım qaldı, qanı getdi, qutarmışdı. Gəlmişdilər o adamı vurmağa. Burası bu özünü verdi qabağa.